qapını üstümə bağlayanda, məni zaloq tutanda, mən 102-yə yığanda, Harda olub bu? BT-nin içərisində. Mən 102-yə yığanda 9 nəfər polis gəldi. Gəldilər, məni içəridən çıxartdılar. Məhkəmədə onunla görüşəcəm. Bunu da or bilsin. Ağla gəlinməz söyüşlər söydü. Ki sən o qol çəkmədin o sənətə. Mən qazilərə böyük hörmət eləyirəm. O qol da çəkmədiyimə görə mənim üstümə hücum edirlər. %100 ki, bu mənə qurulan bir oyundur. Daşınmaz əmlakın işçisi Bünyamin adlı bir işçi mənim yerimə 04.07.2026-cı ildə qol çəkib. Ki mən güyəm ki, sənədlərin geri götürülməsini istəyirəm. Ailəşən mümkün deyil və mən həmin günü Bakıda belə deyildim. Özü qol çəkib? Bəli, özü qol çəkib. Öz qolunuzu görürüz amma? Bəli. Nə formada, yəni o qolu necə dəqiq çəkə Dəqiq deyildi. Qeydiyyat ünvanımıza qədər səhv yazılmışdı. Bütün qazilər mənə yığıb ki, Türkər xan biz sizin yanınızdayıq, o adam qazi deyil, o adam bir dənə qəlpə yarası yoxdur. Bədənində dəri xəstəliyi var imiş. Sosial şəbəkələrdə də bir aylıq mücadilə aparıram torpağıma görə, amma bunu mənə verən yoxdur. 10 hektar torpaq əraziniz var idi, Abşeron ərazisində, konkret olaraq Xırdalanda və ona siz çıxarış almaq istəyirsiniz. Bəli, çıxarışım da demək olar ki, hazır idi. Sadəcə imtina gəldi. İmtina gəlməmişdi. Dayandırılma verdilər. Öz qollarına saxta imza ilə mənə dayandırılma verdilər ki, və mən də getdim onun mücadiləsini apardım bir ayda. Mən getdim ora daxil oldum. Mənə bir sənəd gətirdilər, verdilər. Orxan Əlizadə tərəfindən. Oranın əmlakın işçisidir. Gətirdi sənədi qoydu qabağıma ki, sən buna imza atacaqsan. Mən dedim ki, mən onlar oxuyum. Bu mənim vətəndaşlıq hüququmdur ki, mən sənədi oxuyub imza atmalıyam. Dedi, yox, oxumasan da olar, imza atmalısan. 3 həftə bundan qabaq çıxarış alırdım. 3 həftə bundan qabaq çıxarış aldığım dəqiqədə dayandırılma mənə gəldi. Dayandırılmamı getdim soruşmaq üçün ki, BT-dəki vətəndaşlardan, işləyənlərdən ki, nə məsələdir? Dedilər, siz öz imzanızla sənədlərin geri götürülməsini istəmişsiniz. Amma mən orada elə bir şey istəməmişəm. Və ayın 4-ü 04.07.2026-cı ildə mən güyəm ki, asan xidmətdə olmuşam və o sənədlərə qol çəkmişəm. Elə bir mövzu olmayıb. Ondan sonra da mən dünən yaxınlaşıram BT-yə, səhər-səhər. Yaxınlaşandan sonra sənədlərə məcbur şəklində qol çəkməlisini istənilir məndən. Orxan Əlizadə deyirəm ki, məndən nə istəyirsən, mən niyə qol çəkim ki? Mən istəmirəm də imtina eləmək torpağımdan. Oranın rəisi. Oranın rəisi deyil, oranın rəisinin köməkçisidir. Birinci mərtəbədə oturur. Üstümə nalayiq söyüşlərlə o söyüşləri kəsiblər, o söyüşləri yoxdur. Video, BT-nin videosu, əgər kameralar işləyirsə, lütfən o kameraları çıxartsın. Mənə nalayiq söyüşlər söylür, arxada başqa bir işçi gəlir, o da dəfələrlə etik, yəni mümkün deyil də elə söyüşlər demək və gördüm ki, artıq burada bir təxribat qurulur. Hələ bu işçilər tərəfindən. Sonra birdən mən qol çəkmədim. Onu da demək olar kəsiblər, yoxdur orada o şeylər. Mən qol çəkmədim, götürdüm sənədi, acığıma cırdım ki, o sənəd də bilirsiniz, qol çəkilməyən bir sənəddir. Mən elə çəkməmişəm qol. Sizin üstünüzə gedirlər ki, buna qol çəkməlisən. Və mən çəkmirəm. O qol da çəkmədiyimə görə mənim üstümə hücum edirlər. 2 işçi tərəfindən. Biri Orxan Əlizadə, o birisi işçini tanımır. Mən götürüb sənədi cırdım ki, əl çəkində çəkmirəm bu sənədə. Bu mənim haqqımdır. Siz niyə mənim vətəndaşlıq haqqımı əlimdən alırsınız? Bura mənim əmlakımdırsa siz niyə vermirsiniz? Yəni başa düşdünüz? Yəni bunu mən orada və səs tonumu da qaldırmırdım. Normal danışırdım. Birdən həmin dəqiqə mütəşəkkil şəkildə üstümə gəldilər. Burada Qazi Elşən idi. Süleyman qazisi oradaymış, sən demə. Bir qadın var onlarla əlbir olan. 6 nəfər orada mütəşəkkil şəkildə biri çəkir, biri üstümə gəlir. İkisi üçü də itələyir onu arxadan ki, sən get, sən get. Özü gəldi, mənim düz buramda durub, inanırsınız, yəni mən bilmirəm neyiniyim həmin dəqiqə. Mən deyirəm ki, mənə kömək eləyin. Mən də oradakılardan kömək istəyirəm və bir vətəndaş gəlib mənə kömək eləmir. Orada ki, məni onun əlindən alsın. Bildiniz necə? Ondan sonra telefonumu əlimdən almaq istəyir, qırmaq istəyir telefonumu. Çünki yuxarıdan Fuad İbrahimov tərəfindən tapşırılıb ki, %100 əminəm ki, o xanımın telefonunu qırın. Çünki telefonumda sənədlər var, sünnətlər var, səs yazmaları var. Bəli, bunlar hamısı var. Mən açıq-açıq danışaram. Çünki hər şey sosial şəbəkədə zaten ortalıqdadır. Və mən o moment bir dənə sürücümə mesaj yazdım ki, gəl içəri. Bildim ki, məni döymək hədəsinə çatdırıblar da. Yəni mən özümə ya nəsə eləməliyim, ya da onu itələməliyim. Amma görürsünüz, mən orada əlimi vurmuram ona. Nə çıxarışa lazım olan bütün sənədlərim yerindədir.
kök sənətindən tutmuş. Sonra da sizin adınıza qol çəkilib dediniz. Bəli, mənim adıma Asan Xidmətə, bir saylı Sumqayıt Asan Xidmətində daşınmaz əmlakın işçisi Bünyamin adlı bir işçi mənim yerimə 04.07.2026-cı ildə qol çəkib. Ki mən güyəm ki, sənədlərin geri götürülməsini istəyirəm. Ailə şey mümkün deyil və mən həmin günü Bakıda belə deyildim. Özü qol çəkib? Bəli, özü qol çəkib. Öz qolunuzu gördünüz amma? Bəli. Nə formada yəni o qolu necə dəqiq çəkə Dəqiq deyildi. Qeydiyyat ünvanımıza qədər səhv yazılmışdı. Bunu dedinizmi yəni bu BT-yə? Bəli, bunu BT-yə də nə dedi dərhal mən Fuad müəllim dedi ki, bizim işçi eləyib, o demək deyil ki, sən bütün işçilərə görə BT-ni günahlandıracaqsan, o işçi eləyib, o ezam olunub Asan Xidmətə. Zaten Kəmalə Rəhimova ilə problem yaşadıq, sonra problemi həll eləməyə çalışdıq. O da dedi ki, o da BT-nin işçisidir, ezam olunmuş, indi bizim təşkilatda işləyir, Asan Xidmətdə bilirsiniz də ezam olunmuş işçilər işləyir. Dövlət qurumları tərəfindən və orada da Asan Xidmətin rəhbərliklərindən məni çağırdılar, izah elədilər durumu. Mən təbii ki, dövlət qurumları ilə mənim inanın işim yoxdur. Mən inanın ki, Sumqayıt bir saylı Asan Xidməti ora gedəndə bilmişəm. Mən nə ayın 4-də orada olmuşam, nə gedib imza atılıb, nə bu şeylərdə iştirak eləmişəm. Heç bir şeydə demək olar yox idi. Dövlət qurumları mənə çox dəstək olur. İnanın ki, mən həmin dəqiqə məni ki, qapını bağladı, o Qazi Elşən içəri salanda, qapını üstümə bağlayanda, məni zaloq tutanda, mən 102-yə yığanda, harda olub bu? BT-nin içərisində, bəli. Zaloq tutanda, mən 102-yə yığanda 9 nəfər polis gəldi. O qədər yaxşı polislər idi. Allah onlara can sağ versin. Mən onları tapa bilmirəm ki, kimlər gəlmişdilər. Mən 2 gündə onları axtarıram ki, yəni ki, mən onlarla bir sağ ol demək istəyirəm, amma mən onlara gəldilər polislər. Gəldilər, məni içəridən çıxartdılar. Çox yaxşı şəkildə sürücümü də çıxartdılar içəridən. Ki, siz niyə bu xanımı zaloq kimi saxlayıb məni ki, telefonu ver qırım. Yəni ona görə, bəli, buna görə. Dərhal çıxdınız. Dərhal məni sağ olsun polislər çıxartdılar. Polislər çıxardandan sonra gətirdilər məni maşına mindirdilər. Xanım sakitləşin, sizin heç bir günahınız yoxdur. Sakit olun, biz bilirik, narahat olmayın. Deyəndə bu Orxan Əlizadə çıxır çölə, BT-nin işçisi, özünə nə sayır o bilmirəm. Zaten onu məhkəmədə onunla görüşəcəm, bunu da o bilsin. Və bütün elədiyi nalayiq söyüşlərə görə çöldə 10 nəfərin içində sürücüm belə şahiddir hər şeyə, 9 nəfər polis də şahiddir. Ağlı gəlinməz söyüşlər söydü ki, sən o qol çəkmədin o sənətə, sən belə elədin, biz sənə deyirdik qol çəkərdin. Belə şeylər, yəni lazım olmayan cümlələrlə söyüşlər söydü və məni Elşən, buradan qeyd eləmək istəyirəm ki, Elşən qazidir, qazi adı deyir. Mən qazilərə böyük hörmət eləyirəm. Şəhid ailələrin həmişə yanındayım və şəhid ailələrin analarının həmişə yanında olmuşam. Bunu zaten hamı bilir. Bakı balacadır. Amma özünə qazi deyib üstümə hücum eləyən insan mənə qaldırıb paltarını ki, sənin yaşın qədər mənim qəlpəm var bədənimdə. İnanın ki, birdən o qəlpəni görsətsə, mən ondan üzr istəyərəm. Elə şey mümkün deyil. Çünki onu da sizə deyim, bütün qazilər mənə yığıb ki, Türkər xan biz sizin yanınızdayıq, o adam qazi deyil.